Hər vaxtınız xeyir. Bugün proqramlaşdırmanın demək olar ki, ən təməl sirrini açacağıq. Əgər kod yazmağa başlayırsınızsa, bu mövzunu bilmək şərtdir. Hazırsınızsa, başlayaq. Heç fikirləşmisiniz? Məsələn, oynadığınız bir oyun sizin xalınızı necə yadda saxlayır? Və ya hər hansı bir proqram sizin adınızı necə olur ki, unutmur? Gəlin bu işin mətbəxinə baş vuraq. Cavab əslində çox sadədir. Proqramlar qutulardan istifadə edir. Bəli, bildiyimiz qutulardan. Təsəvvür edin ki, kompüterin yaddaşında məlumatları saxlamaq üçün balaca, etiketli qutularımız var. Bax, proqramlaşdırmada bu qutulara dəyişən, yəni ingiliscə variable deyilir. Onların işi məlumatları bizim üçün müvəqqəti olaraq saxlamaqdır. Yaxşı, bu qutular ideyası aydındır. Bəs gəlin görək, Pythonda bu qutuları, yəni dəyişənləri necə yaradırıq və ən əsası onlara necə düzgün ad veririk. Elə indi buna baxırıq. Pythonda bir dəyişən yaratmaq prosesinə, yəni bir qutuya nəsə qoymağa mənimsətmə deyilir. Baxın, bu çox sadədir. Hesab sözü bizim qutumuzun etiketidir, yəni adı. Ortadakı bu bərabərlik işarəsi isə içinə qoy əmridir. Yüzdəki qutunun içinə qoyduğumuz dəyərdir. Vəssalam. Amma bir məsələ var. Necə ki, real həyatda bir qutunun üstünə aydın etiket yapışdırmaq lazımdır ki, sonra içində nə olduğunu bilək, eləcə də proqramlaşdırmada dəyişənlərə düzgün ad vermək çox vacibdir. Bunun öz qaydaları var. Baxın, solda gördüklərimiz tamamilə qaydalara uyğundur. Hərflər, rəqəmlər, alt xətt, problem yoxdur. Amma sağ tərəfdəkilər olmaz. Niyə? Çünki dəyişən adı rəqəmlə başlaya bilməz və adın içində boşluq olmaz. Deməli, əsas qayda budur. Adları həm mənalı qoyun ki, nə işə yaradığını biləsiniz, həm də bu sadə qaydalara əməl edin. Və bir də çox vacib bir məqam var. Python böyük və kiçik hərfləri ayırd edir. Yəni, onun üçün balaca A hərfi ilə böyük A hərfi tamamilə fərqli şeylərdir. Bu o deməkdir ki, ekranda gördüyünüz count, count və count. Bunların üçü də Python üçün tamamilə fərqli qutulardır. Buna görə də adlandırma edərkən həmişə eyni stildə yazmaq lazımdır ki, sonra proqramda çaşqınlıq yaranmasın. Əla, artıq qutuları necə yaradıb adlandırmağı bilirik. Yaxşı bəs, bu qutuların içinə nə qoya bilərik? Yəni, hansı növ məlumatları saxlaya bilərik? Proqramlaşdırmada hər məlumatın özünə məxsus bir tipi var. Məsələn, bəzi qutulara ancaq ədədlər qoymaq olar, bəzilərinə isə mətinlər. Gəlin indi ən çox istifadə edəcəyimiz əsas tiplərə baxaq. Ədədlərin özü də iki yerə bölünür. Birincisi int, yəni integer, tam ədədlər. Məsələn, 7, -5, 1000. Bunlar kəsir hissəsi olmayan ədədlərdir. İkincisi isə float, yəni onluq kəsirlər. Məsələn, 7.5 və ya 1.65. Məsələn, yaşınızı int ilə, amma bir məhsulun qiymətini float ilə saxlaya bilərsiniz. Bəzən elə olur ki, bir tipi başqasına çevirmək lazım gəlir. Deyək ki, əlinizdə 12.6 kimi bir float var. Amma sizə ancaq onun tam hissəsi, yəni 12 lazımdır. Heç bir problem yoxdur. Int funksiyası ilə onu dərhal tam ədədə çevirə bilərsiniz. Və ya tərsinə, 12-ni float ilə 12.0-a çevirmək olar. Bu, hesablamaları daha dəqiq idarə etmək üçün super bir üsuldur. Və üçüncü əsas tipimiz string, yəni string. Başqa sözlə desək, mətin. Pythonda mətin yaratmaq üçün onu sadəcə dırnaq işarələrinin arasına yazmaq kifayətdir. Və unutmayın, dırnağın içində nə olursa olsun, hərflər, rəqəmlər, simvollar, Python üçün o sadəcə bir mətindir. Yaxşı, qutularımız var, içlərinə nələr qoya biləcəyimizi də bilirik. İndi isə keçirik ən maraqlı hissəyə. Gəlin görək bu qutuları necə işə sala, onlarla necə əməliyyatlar apara bilərik. Bir dəyişənin, yəni qutunun içində nə olduğunu görmək üçün print funksiyasından istifadə edirik. Amma ən əsas xüsusiyyəti odur ki, adı üstündə dəyişəndir, yəni qiyməti dəyişə bilir. Baxın, burada x qutusuna əvvəl 100 qoyuruq, sonra isə fikrimizi dəyişib içinə 200 qoyuruq. Köhnə dəyər silinir, yenisi qalır. Bu qədər sadə. Əlbəttə, dəyişənlərlə riyazi əməliyyatlar da apara bilərik. Pythonu güclü bir kalkulator kimi düşünün. Toplama, çıxma, vurma, bölmə, hamısını bu sayda operatorlarla edə bilərsiniz. Standart operatorlardan başqa bir neçə maraqlı operator da var. Məsələn, cüt slash tam bölmə deməkdir, yəni nəticənin ancaq tam hissəsini verir. Faiz işarəsi faiz, bölmədən qalan qalığı tapır.
2 ulduz, shift ulduz isə güllətə yüksəltmədir. Burada xüsusilə tag slash-lə cüt slash-ın fərqini yadda saxlamaq çox vacibdir. Çünki biri kəsirli, digəri isə tam nəticə verir. Proqramlarımızı daha da maraqlı etmək üçün onları interaktiv edə bilərik. Necə? Input funksiyası ilə. Bu funksiya işə düşəndə proqram dayanır, istifadəçiyə sual verir və onun klaviaturadan nəsə yazıb enter düyməsini basmağını gözləyir. Beləcə istifadəçidən məlumat ala bilirik. Amma burada bir tələ var. Diqqət! Input funksiyası istifadəçidən nə alsa, onu həmişə mətn, yəni string kimi qaytarır. Hətta istifadəçi 25 rəqəmini yazsa belə, Python onu dırnaq içində 25 kimi, yəni mətn kimi görür. Və təbii ki, mətnlə riyaziyyat aparmaq olmaz. Bəs bunun həlli nədir? Çox asan. 3 addımlı bir prosesimiz var. Birincisi, input ilə məlumatı mətn olaraq alırıq. İkincisi, əgər bu bir rəqəmdirsə, int funksiyası ilə onu ədəd tipinə çeviririk. Və üçüncüsü, artıq çevrilmiş ədədlə istədiyimiz hesablamanı rahatlıqla apara bilərik. Yaxşı, kifayət qədər nəzəriyyə oldu. İndi isə gəlin bildiklərimizi yoxlayaq. Bir neçə balaca tapmacam var, görək necə həll edəcəksiniz. Birinci sual, tək dırnaq içində bakı 1 ilə cüt dırnaq içində bakı 1 eyni şeydirmi? Və ikinci sual, bu 3 addan hansı dəyişən adı ola bilməz və niyə? Fikirləşmək üçün biraz vaxtınız var, istəsəniz videonu dayandırıb düşünə bilərsiniz. Hazırsınız? Gəlin cavablara baxaq. Birinci sualın cavabı bəli, eynidir. Python üçün mətn yaradanda tək və ya cüt dırnaq istifadə etməyin heç bir fərqi yoxdur. İkinci sualın cavabı isə B variantı, yəni 2 teacher. Çünki yadınızdadırsa, dəyişən adları heç vaxt rəqəmlə başlaya bilməz. Ümid edirəm, düz tapdınız. Və son 2 sualımız, üçüncü, dırnaq içindəki 10, Python üçün ədəddir, yoxsa sətr? Və dördüncü, tək slashla cüt slashın əsas fərqi nədən ibarətdir? Yenə biraz düşünün. Gəlin son cavablara da baxaq. Dırnaq içərisindəki 10 əlbəttə ki, sətirdir. Çünki dırnaqlar onu mətnə çevirir. Bölmə operatorlarının fərqi isə odur ki, tək slash həmişə kəsirli float nəticə verir, cüt slash isə ancaq tam hissəni qaytarır. Əla işdir. Bax, bu kimi xırda, amma vacib detalları bilmək sizi yaxşı proqramçı edəcək. Bu hələ başlanğıcdır. İndi məlumatları tək-tək qutularda saxlamağı öyrəndik. Bəs sizcə, birdən yüzlərlə, minlərlə məlumatı bir yerdə saxlamaq lazım olsa nə edəcəyik? Bax, bu barədə düşünün, çünki növbəti macəralarımız bu sualın cavabı ilə bağlı olacaq.